Salamlar hər kəsə, hər birinizi xoş gördüm. Mən Həsənova Nərmin, FES Akademinin Azərbaycan dili üzrə mentor müəllimiyəm. Baxırıq bugün sizlərlə söz yaradıcılığı bölməsinə. Bu bölmədə diqqətimizi çəkəcək əsas başlıqlara və ona aid suallara baxmış olaq. İlk sualımız belədir, ilk başlığımız sözün kökü nə deməkdir, onu necə tapmalıyıq? Sözün kökü nə deməkdir sualına ən rahat formada cavab vermək üçün bunu yadda saxlayın ki, sözün kökü onun şəkilçilərdən təmizlənmiş hissəsi sayılır. Yəni ki, sözün özülü, sözün əsas hissəsi, mərkəzi, sözü yaradan, sözün təməli, bunları düşünün və ən rahatı bu cümlə ilə həmişə xatırlayın ki, şəkilçilərdən təmizlənmiş hissəsidir. Məsələn, gəlin bura yazaq. Məsələn, yazaq kitabxanalar. Baxın, burada lar bir şəkilçidir, xana bir şəkilçidir. Sən indi fikir ver şərtimizə. Biz bu şərti qoyduq ki, onun şəkilçilərdən təmizlənmiş hissəsi sayılır. Yəni, sən bu hissəni yox saysan, kitab şəkilçilərdən təmizlənmiş hissə sənin kökün sayılmış olacaq. Köklə bağlı əsas məqamlardan bilməli olduğun ən önəmli şərt budur ki, sözün ayrılıqda işlənə bilən, mənası olan, yəni ilkin leksik mənasını başa düşdüyün hissə onun kökü adlanır və digər şəkilçilərin qoşulduğu yeni sözlər nə qədər yaransa da, həmin yeni sözlər həmin o köklə məna əlaqəsində olmuş olur. Yəni ki, o yaranan əlavə düzəltmə sözlər belə o köklə məna əlaqəsində olur ki, başqa söz yaranmış olur. Həmin o məna əlaqəsindən də tuta biləcəksən ki, məhz bu hissələr şəkilçi olmuş olur. Bu hissə isə sözün mənalı hissəsi olan kök olmuş olur. Və bunu bil ki, sözün kökü ayrılıqda işlənə bilən hissəsidir. Şəkilçilər isə ayrılıqda işlənə bilməyən, aslı olan, həmişə onlar hansısa bir kökdən aslı olmuş olur. Gəlin indi buna aid bir suala baxmış olaq. Düzgünlükdən sözünü hansı variantda düzgün əks etdirilib? Gəlin görək düzgünlükdən sözünün kökü hansı variantda düzgün əks etdirilibdir? Baxın, düzgünlükdən sözünün kökü düz, düzgün, düzgünlük, düzgünlükdən formasında kök və şəkilçi ayrılmış olur. İndi sən düz sözünün kökünün düzmək feili yoxsa sifət olduğunu necə ayırt edərsən? İndi bununla bağlı aşağıda da dərin izah olmuş olacaq. Amma ən rahatı götür həmin kökün yerinə başqa bir kök qoymuş ol. Gör sən o qoyduğun yerə feil mi qoymuş olacaqsan, yoxsa sifət mi qoymuş olacaqsan? Buna diqqət etməlisən. Deməli, gəl baxaq. Düzgün sözündə yerinə əzgin, büzgün, üzgün bunları qoya bilirəmsə, demək ki, düzgün sözünün kökü feildir. Çünki mən ora əzmək, büzmək feillərini qoya bilirəm. Demək ki, bizim sözümüzün kökü feil köküdür, sifət kökü deyil. Əgər sən hansı zamanda sifət kökü deyərdin, tutaq ki, düzəl söz olardı, tutaq ki, düzlük söz olardı, deyərdin ki, yerinə yaxşılıq, pislik qoya bilirəmsə, deməli sifət kökündən imiş. Ona görə də sən buna fikir verməlisən ki, düzgünlükdən sözünün kökü düz feili olmuş olur. Keçirik ikinci başlığımıza. Sual 2. Sözün şəkilçisini necə tapaq? Sözün şəkilçilərin leksik yoxsa qrammatik olduğunu necə fərqləndirək? Ümumiyyətlə, bizim müdavimlərimizə həmişə ən rahat öyrətdiyimiz qayda var ki, sözə sual ver. Sözə sual ver. Sözə sual ver qaydası ilə sən rahatlıqla sözün şəkilçisinin qrammatik yoxsa leksik olduğunu fərqləndirə bilərsən. Sözün şəkilçisini tapan zaman sən o sözün kökünü ayırmalısan. Ayırandan sonra şəkilçiləri olan hissəyə sual ver. Gör sən həmin şəkilçini sualın içində görəcəksən, yoxsa görməyəcəksən. Məsələn, gəlin bir söz yazaq. Tutaq ki, yazaq. Yazdır sözünü.
İşlənmə məqamına görə deyirəm ki, o uşağa yazını yazdır. Nə et? Bax, sualında görəcəksən ki, nə et? Bu sualın içərisində uşağa yazını yazdır deyəndə, sən sualın içərisində nə etdir deyirsən, yoxsa nə et deyirsən? Uşağa yazını yazdır, nə et? Bax, gördün, o dır, dir, durdur şəkilçisini görə bilmədiyinə görə, artıq bu sualın içərisində görmədiyin məqam leksik şəkilçi olmuş olur. Amma sən desən ki, indi yaz fəslidir, yazdır desən, onu sən isim kimi işlətsən, deyəcəksən nədir, yazdır. Artıq bu məqamda sən nədir sualının içərisində, bax, nədir. Bu sualın içində dır, dir, duru gördünsə, biləcəksən ki, qrammatik xəbərlik şəkilçisidir. İndi bu iki başlı bir söz idi, bunun üzərindən bilərək izah verdim. Gəlin bir dənə başqa sözlərdə baxmış olaq. Məsələn, isimlərdən desəm ki, qızdır. O gələn mənim xoşladığım qızdır. Kimdir? Baxın, sualına deyəcəksən ki, kimdir? Artıq dır, dir, durdur şəkilçisini sən sualın içərisində gördüyün an avtomatik biləcəksən ki, bu şəkilçi qrammatik şəkilçidir. Biri də var, mən deyə bilərəm ki, məsələn, olsun dənizçi. Dənizçi. Dənizçi kim? Fikir ver. Daha sən burada kimçi demirsən ki, deməli çini görmədiyinə görə o leksik olmuş olacaq. Yəni sual verəndə şəkilçi sualın içində yoxdursa leksikdir, varsa qrammatikdir. Bundan əlavə bu bizim birinci hissəmizə aid cavab idi. Sözün şəkilçilərin leksik yoxsa qrammatik olduğunu necə fərqləndirək? Və buradan belə bir sual doğmuş olur ki, sözün leksik şəkilçisi və qrammatik şəkilçisi sözə necə təsir edir? Bunu yadda saxlayın ki, leksik şəkilçi nə edir sualına cavab vermək istəsəniz bilin ki, leksik şəkilçi sözün kökünə və başlanğıc formasına qoşularaq yeni mənalı sözlər yaradır. Və dediyim kimi, bayaq da bildirdiyim kimi, nə qədər yeni mənalı söz yaratsa da, o yeni mənanın özünün də sözün kökü ilə məna bağı qalmış olur. Məsələn, mənim sözüm dəniz sözüdür. Dəniz sözü üstəgəl çi şəkilçisi, üstəgəl lik şəkilçisi və s. Yəni, belə leksik şəkilçilər artırmaqla mən yeni söz yaradıra bilərəm. Dənizdən dənizçi sözü, dənizçidən dənizçilik sözü. Bu formada mən dənizçilik sözünü yaratmış oluram. Və leksik şəkilçi sözə qoşularaq onu artıq yeni bir sözə çevirdiyinə görə o yeni söz düzəldici bir şəkilçi olmuş olur. Amma qrammatik şəkilçi əksinə olaraq sözün heç bir yeni bir söz düzəltmə funksiyası yoxdur. Sadəcə sözün formasını dəyişir və buna görə də söz dəyişdirici şəkilçi olmuş olur. Məsələn, gəl elə yenə də dəniz sözünü götürək rahat olsun. De ki, dənizlərdən. Bax, yenə 2 dənə şəkilçi qoşmuş oldum. Amma lərdən bunlar qrammatikdir. Fikir ver, dənizlərdən. Yenə də həmin dənizdən söhbət getdi. Dənizçilikdə dəniz idi bayaqdan, axan suyu olan dəniz idi. Yeni bir şey, yeni bir söz yaratdım. Dənizçi, insana çevirdim o sözü. Dənizçidən də sənətə peşəyə, dənizçiliyə çevirdim. Gördüm başqa sözlərdir, nə qədər dənizlə əlaqəsi olsa da. Amma dənizlərdən, bayaqdan dəniz idi, indi bir neçə dənizlərdən danışaq. Amma yenə də söhbətin özülü dənizdən getmiş olur. Yəni, qısası, qrammatik şəkilçi sözə müdaxilə etmir, sadəcə onun formasını dəyişmiş olur. Gəlin, indi bununla bağlı bir suala baxaq. Dözümsüzlüyümüz sözünü tərkibinə görə təhlil edin. Sözümüzün kökü dözmək feilidir. Dözməkdən dözüm ismi yaranıb. Bu hansı ki, baxım, geyim, kecim bu mənalardandır. Feildən isim düzəldən şəkilçidir. Dözümsüz sifəti, dözümsüzlük ismi, ümüz isə qrammatikdir. Tərkibinə görə təhlil sxemi 3 leksik, 1 qrammatik olmuş olur. Burada buna fikir verməlisiniz ki, dözümsüzlük sözünün əsas kökü dözməklə əlaqəlidir. Dözəsən ki, dözüm yarana, dözüm ola ki, dözümsüzlük fikri də yaranmış ola, dözümsüzdən də dözümsüzlük ismi
yaranmış olur. İndi bundan aşağıdakı hissədə nitq hissəsi olaraq sözün nədən yarandığına diqqət etmiş olacaq. Gəldik bir də hər kəsə ən çox qaranlıq qalan məqamlardan biri mürəkkəb sözün kökünü tapmaqdır. Burada kökünə, ümumiyyətlə kökü olurmu, bunu ayırırıqmı, ayırmırıqmı bu tipli suallara. Ümumiyyətlə mürəkkəb sözləri tərkib hissələrinə ayırarkən çoxları sözün kökünü tapmaqda ümumiyyətlə çətinlik çəkirlər. Bunu bildirmiş olum ki, mürəkkəb sözün yaranmasında bax buna diqqət eləməliyik ki, neçə müstəqil leksik mənalı söz iştirak edirsə, o qədər də kök olur. Düzdür, söz yaradıcılığı üzrə sizə sual düşəndə buranın kök və şəkilçi ayırın tipli bir şey düşmür əsasən. Amma bunu bilin ki, neçə dənə içərisində leksik mənası olan söz varsa, o qədər də kök var deməkdir. Məsələn, gəlin yazaq. Olsun günə baxan. Günə baxan sözündə neçə dənə kök var deyirsə, gün sözü var, bir də bax sözü var. Deməli, sənin burada müstəqil mənalı iki sözün var deyə bu sözdə iki kök olmuş olur. Sən yəni ən önəmlisi diqqət etməli olduğun məqam sənin budur. Bir də ən çox mürəkkəb sözlərdə çoxlarına qaranlıq qalan bir məqam var, onu demiş olum. Məsələn, gəlin yazaq. Məsələn, xoşbəxtlik sözü. Bax, burada nə olsun ki, bir leksik şəkilçi var. Xoş kökü var, bir də bəxt kökü var. Bu söz bütövlükdə nədir? Hələ bu lik olmayan məqamda. Mürəkkəb sözdür, xoşbəxt, mürəkkəb sifətdir. Gəlir bunun üstünə əlavə bir leksik şəkilçisi və artıq çoxumuzda çaşqınlıq yaranır ki, xoşbəxtlik sözü mürəkkəbdir, yoxsa düzəltmə. İndi buradan bir qayda doğur və o qaydanı dəftərinizdə yaxşı bir şəkildə itməyəcək bir yerdə yazın, saxlayın. Sözə nə qədər, əgər sözümüz mürəkkəbdirsə, mürəkkəb sözə nə qədər leksik şəkilçi qoşulsa belə, o söz yenə də mürəkkəb olaraq qalır. Biri var söz sadə söz ola, o sadə sözdən düzəltmə söz yarana. Necə ki, ardıcılıqla da deyirik, sadə, düzəltmə mürəkkəb. Amma mürəkkəb söz daha quruluşsa onsuz da iki söz iştirak edib mürəkkəb olub. Bundan sonra day istəyir buna 20 dənə leksik şəkilçi qoş. Yəni bunu nəyə görə deyirəm? Bunun mənasını anlamağına görə deyirəm ki, nə qədər leksik qoşsan da, day bunun tərkibində 2 dənə söz var deyə istər-istəməz sən ona müdaxilə edə bilməyəcəksən və o həmişə mürəkkəb olaraq da qalmış olacaq. Bir də bəzən bizim uzun şəkilçilərimiz olur ki, indi sualı keçəndən sonra ona diqqət eləyim. O şəkilçiləri görəndə çoxlarımız mürəkkəblə düzəltməni qarışdıra bilirik. Bizə deyir mürəkkəb sözü seçin. Bilərək bu sözləri qoymuşam, çünki bizim müdavimlərimizdə belə ən çox mənə verilən sözlərdən biridir bu suallara. Deyirlər vətəndaş sözü düzəltmədir, yoxsa mürəkkəb. Nə olsun ki, dilimizdə daş deyə bir şəkilçi var. Ya da nə olsun ki, sözümüzdə bizim dilimizdə daş deyə bir söz var. Çınqıl daş deyirik, yəni ya da çayın daşmağı deyirik. Belə bir mənalı sözümüz olsa da, vətəndaş sözündə onunla onun heç bir əlaqəsi yoxdur deyə. Bizim dilimizdə daş deyə də bir şəkilçi var. Hansı ki, əməkdən əməkdaş yaradır, sirdən sirdaş yaradır, vətəndən vətəndaş yaradır. Ona görə də bu sözdə bu leksik şəkilçidir. Hətta bununla bağlı bir şey deyim ki, bütün daşla olanları seç ki düzəltmədir, bir dənə qardaş sadədir. Çünki qarla qardaşın heç bir əlaqəsi yoxdur. Amma vətən və daşın artıranda vətənlə vətəndaşın əlaqəsi var deyə düzəltmədir. Təbiət şünaslıq. Çox adam deyir ki, bu uzun söz yəqin mürəkkəbdir. Amma fikir ver, təbiət sözün köküdür. Şünas bir leksikdir, lıq da 2 leksikdir. Ona görə sən bunu daha düzəltmə götürəcəksən. Xəyal sözün köküdür, pərəst leksik şəkilçidir. Ona görə düzəltmədir. İstiotlamaq. Bu sözdə də la leksiki görür çoxu. Ot sözü də qısadır deyə elə bilir ki, bu söz düzəltmədir. Amma bunun tərkibində isti və ot deyə 2 söz var deyə bu sözümüz mürəkkəbdir. Cavab olur D. Vətən, pərvər leksik şəkilçidir. Ona görə düzəltmədir. Nə qədər uzun şəkilçi olsa da istiotlamaq sözü
mürəkkəb söz olmuş olur. Keçirik 4-cü başlığımıza. Burada daha geniş mənada leksik və qrammatik şəkilçilər nə edir? Buna baxacağıq. Bayaq da bildirdiyim kimi leksik və qrammatik şəkilçilərdə leksik şəkilçilər sözə müdaxilə edir. Sözü yeni bir sözə çevirmiş olur. Nə qədər yeni sözə çevirsə də köklə məna əlaqəsi qalır. Amma bu tamamilə yeni bir söz düzəldici bir şəkilçidir. Funksiyası budur ki, yeni bir söz düzəlsin. Məsələn, yazıram kitabxana. Bayaq keçdiyimiz yuxarıdakı hissəni burada indi özün tətbiq elə. Bayaqdan bir dənə kitabdan söhbət gedirdi oxumaq üçün vasitə. İndi oldu kitabxana. Artıq kitabların, nə qədər kitabın bol olduğu bir yerdən bəhs edilir. Artıq bura bir məkan olaraq kitabxanadır. Sən fikir versən, bu söz bayaqdan bir dənə kitab idi, indi kitabxana. Yəni böyük bir kitabların olduğu bir məkandan söhbət gedir ki, tamamilə yeni bir sözə çevirdi. Bir də var, elə bu söz üzərindən gedəcəyik ki, daha rahat yadda qalsın. Bir də var, deyirəm, kitablar. Bax, həmin kitabdır. Kitabda heç bir şey dəyişmədi. Yeni bir mənalı söz yaranmadı. Sadəcə kitablar oldu. Onu cəmləşdirdim. Qrammatik şəkilçi sözə heç bir müdaxilə edə bilmir və artıq sadəcə onun formasını dəyişir. Form olaraq bayaqdan kökdən ibarət, indi kök və şəkilçidən. Sadəcə sözün bir növ görünüşün dəyişir. Amma sözün elə mənası olduğu kimi qalır. Ona görə də qrammatik dəyişdiricidir, leksik düzəldicidir. Gəlin baxaq sualımıza, təhlil edək. Məsələn, gəmiçilik sözü, sözümüzün özülü, əsası, şəkilçilərdən arınmış hissəsi gəmi sözüdür. Gəmiçi, gəmiçilik. Kitab, xana, dakılar. Ev, imiz, dəkilər. Bu sözü bura qoymuşam ki, bu haqda da danışaq. Bizim normalda dilimizin iltisaqilik qaydasına görə ilk öncə leksik gələr, daha sonra qrammatik gələr. Amma bəzi sözlər var ki, bu hissədə o qaydanı pozmuş olur və leksikdən əvvəl gələn qrammatik şəkilçilər olmuş olur. Dakı şəkilçisidir, gil şəkilçisidir, sız şəkilçisidir və s. Bunlardan əvvəl gələn şəkilçilər qrammatik ola bilir bəzən. Ona görə də sən buna diqqət elə ki, nə qədər kökdən sonra, qrammatikdən sonra leksik görsən də, bil ki, ımız şəkilçisi hər zaman qrammatik olmuş olur. Narahatlıqdan, na nə qədər öndə gəlsə də, sözümüzün başında olsa da leksikdir. Ön şəkilçidir və leksik olan şəkilçini sən orada hiss eləməlisən ki, narahat deyə kök olmur. Sözün kökü rahat sözüdür. Rahatlıqdan. Yəni bu danınki qrammatikdir. Sözlərinə nə kimi təsir etmişdir? Buradakı şəkilçilərdən çi və lik sözümüzdə düzəldici təsir etmişdir. Yəni qrammatik deyil. Kitabxanadakı leksiklərdir, düzəldici təsir edib. Lar qrammatikdir, sadəcə dəyişdirir. İmiz və lər qrammatikdir, sadəcə dəyişdirir. Dakı düzəldicidir. Nalıq bunlar leksikdir, söz düzəldicidir. Dan isə dəyişdiricidir. Belə. Söz nədən yaranıb? Bu suala geniş mənada baxmış olaq. Söz nədən yaranıb sualını gördünsə, sözü tərkibinə görə təhlil et. Daha sonra, məsələn, tutaq ki, təhlil etdin kök, leksik, qrammatik. Tutaq ki, belə bir sxem aldım. Sən sözü tərkibinə görə təhlil et, ən son leksik şəkilçini tap və sil. Bu o deməkdir ki, qrammatikləri ən başdan siləcəksən. Çünki bu sənə lazım deyil. Sən sözdə ən son leksik axtarırsan. Gəl qələmin rəngini dəyişək və bunu daha ətraflı baxmış olaq. Sözün ən son leksik şəkilçisi nədir? Budur. Sən bunu tapırsan, sonra silirsən. Yerdə qalan o söz var ki, sənin bu sualına cavab verir. Söz nədən yaranıb? Söz bax bu sözdən yaranıb. İndi sxemlə dedik, gəlin indi biz ona söz üzərindən də baxmış olaq. Məsələn, gəlin bir söz götürək, yazaq balıqçılıq.
Balıqçılıq sözündə hətta gəl bir qrammatik də qoyaq. Məsələn, buradan da bir dan yazaq. Bunu ən başdan sildin, çünki sənə qrammatik ümumiyyətlə lazım deyil. Balıqçılıq sözündə söz nədən yaranıbı tapmaq istəyirsənsə, gəl sözü tərkibinə görə ayır. Balıq, balıqçı, balıqçılıq. Daha sonra balıqçılıq sözündə ən son leksiki sən tapdın ki, budur. Sonra bunu sil. Bu sənə, bu tərəflər daha sənə lazım deyil. Sənin sözün nədən yaranıbmış? Balıqçı sözündən yaranıbmış. Və sən buna diqqət etdinsə, artıq iki tip sualı daha rahat tapacaqsan. Söz nədən yaranıb? Balıqçı sözündən. Söz hansı nitq hissəsindən yaranıb? İsimdən, balıqçı ismindən. Bu qədər bəsit. Və bu tiplər bəzən belə kökü də yarandığı nitq hissəsində isim olur, rahat tapırsan, çaşqınlıq olmur. Amma bəzən kökü başqa nitq hissəsi, yarandığı nitq hissəsi başqa olanda o tiplərə də diqqət etməlisən. Necə olar ki, səni belə olanda çaşdıra bilərlər? Gəl baxaq. Elə bayaqki sözümüzü yazaq. Dözüm, sözlük. Hətta bunu daha da uzadırlar. Dözümsüzlükdəndir, məsələn. Elə bilin ki, o dəndir də var, qrammatikə çıxdıq. Söz nədən yaranıb? Sözün kökü döz feilidir. Dözdən dözüm ismi. Dözümsüz sifəti, dözümsüzlük ismi. Ən son leksik hansıdır? Dediyi qayda budur. Ən son leksiki tap və sil. Ondan yaranıb. O sildiyindən əvvəlkindən yaranıb. Ən son leksiki tapdım və sildim. Dözümsüzlük sözü hansı sözdən yaranıb? Dözümsüz sözündən yaranıb. Dözümsüzlük sözü hansı nitq hissəsindən yaranıb? Dözümsüz sifətindən yaranıb. Daha sənə kök demir ha. Çoxu çaşır, burada gedir feildən yaranıbı seçir. Çünki kökü dözmək feilidir. Kök nə qədər belə olsa da sən ən son leksikin qoşulduğu hissiyə baxmış olacaqsan. Təhlil edin. Bu sözlərin nədən yarandığını və kökünü ayrılıqda qeyd edin. Dənizçilik. Gəlin qələmi biraz incəldək. Dəniz sözün kökü. Dənizçi, dənizçilik. Qərarsızlıqlar. Qərar sözün kökü. Qərarsız, qərarsızlıq, qərarsızlıqlar. İndi fikir ver. Dənizçilik sözü nədən yaranıb? Dənizçi sözündən yaranıb. Yəni dənizçi ismindən yaranıb. Yarandığını və kökünü deməliyik. Kökü də dəniz sözüdür. Qərarsızlıqlar. Qərarsızlıqlar sözü qrammatik ümumiyyətlə lazım deyil. Lığı da silirik ən son leksiki. Qərarsız sözündən düzəlib sözün kökü qərar ismidir. Evimizdəkilər. Ev sözün kökü. Evimiz, evimizdəki, evimizdəkilər. Sənin ən son leksik şəkilçin nədir? Dakı, dəki. Bunu sildin. Deməli, sənin sözün ev sözündən yaranmış olur. Evimiz sözündən yaranmış olur. İmiz də orada ümumiyyətlə qrammatik şəkilçidir deyə. Yəni, sən hər bir halda deyirsən ki, ev ismidir sənin. Yəni, sənin sözün nədən düzəlib? İsimdən düzəlib deyirsən. Buradakı qrammatik şəkilçi orada sadəcə söz dəyişdiricidir deyə. Hər bir halda sənin sözün isim olaraq nitq hissəsindən düzəlmiş olur. Bu, iltisaqiliyin pozulduğu qayda olduğuna görə əsasən bu tipləri salanda sənə deyirlər ki, hansı nitq hissəsindən düzəlib. Buna diqqət etmiş olursan. Kökü də ev ismidir. Əmimgil sözündə də yenə də gil bizim leksik şəkilçimizdir. Əmi sözün köküdür. M da qrammatik şəkilçidir. Bu söz hansı nitq hissəsindən düzəlib deyəndə isimdən düzəlib, kökü də isimdir deyəcəksən. Üzgünlük. Üzməkdən üzgün, üzgünlük. Burada ən son leksiki siləcəksən. Üzgün sözündən düzəlibdir. Sözün də kökü üzmək feilidir. Sıxıntılardan. Sıx sözün köküdür. Sıxınmaq yoxdur deyə sıxıntılardan. Bunlar heç. Bunu da ən son leksiki silirik. Elə sözümüzün kökü də yarandığı nitq hissəsi də sıxmaq feilidir. Bəs biz nə bilirik sıx sifəti yox feil olduğunu? Çünki əzinti, üzüntü də deyə bildiyimə görə o sifət ola bilməz. Durğunluq. Çoxlarının ən çox çətinlik çəkdiyi məqamlardan biri də budur. Deyirlər ki,
durmaqla, dayanmaqla durğunluğun nə əlaqəsi? Bax, yadda saxla. Elə bir durma nöqtəsi, dayanma, sükut anı ola ki, orada durğunluq yarana. Məhz ona görə durmaqdan durğun, durğunluq. Ən son leksiki sildikdə durğun sifətindən düzəlibdir, kökü isə durmaq feilidir. Çox, çoxal, çoxalt, çoxaldılmışdır. Ən son leksiki qrammatikləri ümumiyyətlə silirsən. Ən son leksik ıldı, ılda sildin. Çoxaldılmaq feili çoxaltmaq feilindən düzəldilmişdir. Kökü isə çox sayılır. Bu formada sözlərimizi təhlil etdik. Məncə sizlər də belə etmişdiniz. Əgər etməmisinizsə mütləq bu qaydalara daha dərindən diqqət edin. Belə əziz müdavimlərimiz, əziz izləyicilərimiz, ümid edirəm sizlər üçün faydalı olmuşdur. Kimlərin ümumiyyətlə bax bu tipli sıxıntı tipli hissələrlə bağlı problemi də varsa, daha geniş, daha o tipləri dərinə izah etdiyim bir izah da var. Sözlərin kökü, yəni amonim eyni köklü sözləri tapanda necə tapırıq? Bu başlığı eyni köklü, amonim eyni köklü sözlər yazın. Nərmin Həsənova YouTube'da gələcək. Daha rahat baxmaq üçün Fidan müəllimin də hətta bu tipli izahlar var, mənim də var. Bu tiplərə daha yaxşı baxmaq üçün YouTube'da yazıb ödənişsiz şəkildə əldə edib baxa bilərsiniz. Ümid edirəm ki, sizlər üçün faydalı olmuşdur. Sağ olun, sağlıqla qalın.